Cazibə qanunun riyazi ifadəsi hansıdır? Deməli, F bərabərdir J, M1 M2 bölünsün R kvadratı olur D variantı. Yerin qravitasiya sahəsinin intensivliyi hansı ifadə ilə təyin olunur? J, M bölünsün R kvadratı. Cavab olur B variantı. F bölünsün M də mənə nəyi verir? Sərbəst düşmə təcilini verir. F nəyə bərabərdir? MJ-yə. Buradan F bölünsün M mənə J sərbəst düşmə təcilini verəcəkdir. Cismin yer tərəfindən cəzb olunduğu qüvvə əlbəttə ki, ağırlıq qüvvəsidir. Qravitasiya sahəsinin intensivliyin vahidi Newton. Baxın, gəlin yazaq. F bərabərdir MJ-yə. Baxın, bu J-ni tapanda nə edirəm? F-i bölürəm M-ə. Yəni, Newton bölünsün kiloqram mənim qravitasiya sahəsinin intensivliyinin vahidi olacaq. Marsın səthində olan 90 kiloqram kütləli cismə təsirdən ağırlıq qüvvəsi. Ağırlıq qüvvəsinin düsturu nədir? F bərabərdir MJ. F bərabərdir M vurulsun J. Kütləm nə qədərdir? 90. Bəs Marsda sərbəst düşmə təcili nə qədərdir? 3,6. Bu da mənə nəyi verir? Deməli, 324 Newton verir. Cavab olur A variantı. İndi baxaq 7-yə. Yer səthində 50 Newton qüvvə ilə cəzb olmuş cismin kütləsi F MJ-yə bərabərdir. Deyir, mənim ağırlıq qüvvəm 50 Newtondur. M vurulsun, J də 10-dur. Onda M nəyə bərabər olur? M olur 5 kiloqram. Cavab olur B variantı. Hər birinin kütləsi 2 ton. Aralarında məsafə 2 metr olan iki cismin arasındakı cazibə qüvvəsi. Cazibə qüvvəsinin ifadəsini gəlin xatırlayaq. F nəyə bərabərdir? J M1 vurulsun, M2 bölünsün R kvadratı. Bərabərdir. Bax, J-nin qiymətini verib 6,7 vurulsun 10 üstündə mənfi 11. Vurulsun. Hər birinin kütləsi də 2 tondur. 2 tonda 2000-dir də, yəni. Onda 2 vurulsun 10 üstü 3 kimi yaza bilərəm. 2 vurulsun 10 üstü 3, vurulsun 2 vur 10 üstü 3. Aralarındakı məsafədə 2-də, onda kvadratı olacaq 4. Düzdürmü? Gəlin baxaq. Deməli, 2 yuxarıdakı 4, aşağıdakı 4 ilə getdi. Onda qalır 6,7 vurulsun 10 üstünə mənfi 11, vurulsun 10 üstü 3, 10 üstü 3, bu da mənə 10 üstü 6-nı verir, düzdürmü? Bu da 6,7 10 üstündə mənfi 5 eləyir. Bu da 67 mikronewton edir. 67 mikronewton edir. Cavab olur A variantı. 8 olur A. 9-a baxaq. Mərkəz nöqtələri arasında məsafə 2M, kütlələri 4T və 5T, yəni tondur da, 5 ton və 4 ton olan iki küçü arasındakı cazibə qüvvəsi. Yəni, baxaq. Yenə F bərabərdir J, yəni 6,7 vur 10 üstündə mənfi 11 vurulsun kütlələri 4 ton və 5 ton. 4 vurulsun 10 üstündə 3 və 5 vurulsun 10 üstündə 3. Məsafədə 2-dir, kvadratı olacaq 4. Bu 4 ilə bu 4 getdi. Deməli, 6,7-ni də 5-ə vursaq, düzdürmü? Deməli, 35, 5 yazırıq 3 yadda, 335. Vergül atsaq 33,5 vurulsun. 10 üstündə mənfi 11, 10 üstü 3, 10 üstü 3. Bu deyilir 10 üstündə 6. Onda mən bunu belə yaza bilərəm də, yəni 335 mikronewton şəklində cavab olur B variantı. Baxaq ona. Cismin kütləsini 2 dəfə azaldanda, ona təsir edən ağırlıq qüvvəsi necə dəyişəcək? Ağırlıq qüvvəsi 2 dəfə dəyişəcək. Çünki ağırlıq qüvvəsi nədir? MJ-dir. Kütləni 2 dəfə azaltsam, o da azalacaq, çünki düz asılıdırlar. Verilmiş kütləli iki cisim arasında olan məsafəni 2 dəfə azaldanda onun arasında qravitasiya qarşılıqlı təsir qüvvəsi. Qravitasiya qarşılıqlı təsir qüvvəsi məsafənin kvadratı ilə tərs asılır. Əgər mən məsafəni 2 dəfə azaltsam, F ona uyğun olaraq 4 dəfə artmış olacaq. Cavab olur Y variantı. Verilmiş planet üçün sərbəst düşmə təcili. Sərbəst düşmə sınaq cismin kütləsinə nasıl deyil? Y variantı. Amma ağırlıq qüvvəsi asılıdır. Düz mütənasib asılıdır. Cavab olur B. M kütləli cisim V sürətli üfüqi istiqamətdə bərabər sürətlə hərəkət edir. Cisimə təsirin ağırlıq qüvvəsi aşağıya doğru yönəlir. Cavab olur Y variantı. Mail müstəvi üzrə yuxarıya doğru hərəkət etdirilən cismə təsirin ağırlıq qüvvəsi hansı istiqamətdə yönələcək? Ağırlıq qüvvəsi mərkəzdən aşağıya doğru yönəlir. Yəni, baxın, mərkəzdən aşağıya doğru yönələn hansıdır? Mərkəzdən aşağıya doğru yönələn 4 istiqamətdə olur ağırlıq qüvvəsi. Qravitasiya sahəsinin intensivliyi həmişə
yerə doğru yönəlir. Yerə doğru yönələndə bir dənə burada 5-dir. Üfüqi səth üzrə bərabər yeyinləşən hərəkətdən cismə təsirin ağırlıq qüvvəsi. Ağırlıq qüvvəsi həmişə nə edir? Mərkəzdən aşağıya doğru yönəlir. Cavab olur C. Qravitasiya sahəsinin intensivliyi deyir harda daha kiçikdir. Baxın, qravitasiya sahəsinin intensivliyi məsafənin kvadratı ilə tərs asılıdır. J-nin kiçik olması üçün R böyük olmalıdır. Yəni yerdən olan məsafə böyük olmalıdır. O da hansındadır? 1-dədir. Cavab olur A variantı. İndi məndən qravitasiya sahəsinin intensivliyini soruşur. F nəyə bərabərdir? MJ-yə. Buradan J-ni tapırıq. F bölünsün M-dir. F 37-dir. M də 10-dur. Cavab neçə eləyir? 3,7 Newton bölünsün kilogram. Cavab olur Y variantı. İndi baxaq 20-yə. Bir cins kürələrin bir-birini cəzb etdiyi qüvvələrin modulları. Qüvvələr həmişə, yəni bir-birlərini kürələr həmişə eyni qüvvə ilə cəzb edirlər Newton 3-cü qanuna görə. Yəni ikisinin də qüvvələri eyni olduğuna görə nisbətdə bizə 1 verir. Hansı ifadələr doğrudur? Ağırlıq qüvvəsi yerin mərkəzinə doğru yönəlir, bəli. Paralel istiqamətdə yönəlmir. Sərbəstləşmə zamanı ağırlıq ümumiyyətlə heç bir zaman 0 ola bilməz. 0 olan çəkidir. Cismin kütləsi ilə düz asılıdır. Cavab olur 1 və 4. Ayın səthində olan 50 kg kütləli cismə ay tərəfindən təsir edən cazibə qüvvəsi 80 Newtondur. Sərbəstləşmə təcili J nəyə bərabərdir? F bölünsün M-ə. Yəni 80 bölünsün 50. Bu da mənə nəyi verir? 1,6-nı verir. 1,6 metr bölü saniyə kvadrat. Marsın səthindəki cismə təsir edən ağırlıq qüvvəsi 18 Newton. Bu cismin kütləsi hesablayın. F MJ-dir. M-i tapanda nə edirik? F-i J-yə bölürük. Yəni 18-i bölürəm 3,6-ya. Bu da mənə nəyi verir? 5-i verir. Yəni cismin kütləsi 5 kg. Deməli, baxaq. Qravitasiya sahəsi vasitəsilə ötürülür. Nə? Qravitasiya qarşılıqlı təsiri qravitasiya sahəsi vasitəsilə ötürülür. Qravitasiya sahəsinin mənbəyi kütlədir. Qravitasiya sahəsinin qüvvə xarakteristikası qravitasiya sahəsinin intensivliyidir. Qravitasiya sahəsinin intensivliyi deməli vektorial cəmiyyət olub. Sahənin ixtiyari nöqtəsində bu sahənin mənbəyinin mərkəzinə doğru yönəlir. Qravitasiya sahəsinin intensivliyinin modulu bu sahə mənbəyinin kütləsindən düz asılıdır. Məsafənin kvadratı ilə tərs asılıdır. 2 də gedəcək bura. İndi keçək B variantına. Kütləsi 60 kiloqram olan paraşütçü şaqlı istiqamətdə aşağıya doğru 4 metr bölü saniyə kvadratı təcillə yeyinləşən hərəkət edirsə ağırlıq qüvvəsi. Ağırlıq qüvvəsinə təcilin falan heç bir əlaqəsi yoxdur. O çəkiyə aiddir. Ağırlıq qüvvəsi həmsə MJ-dir. O da 60 vurulsun onun eləyir 600. Cavab olur D variantı. Aralarındakı məsafə R və kütlələri 2 kg və 2 kg, hər ikisinin kütləsi 2 kg olan iki cisim arasında qravitasiya cazibə qüvvəsi F-dir. Aralarındakı məsafə R-dir. Yəni aralarındakı məsafəni dəyişməm. Amma kütlələri dəyişirəmsə, deməli cazibə qüvvəsi necə olacaq? Yəni birinci yazaq F1 üçün. J M1 vur M2, yəni 4 bölünsün R-in kvadratı. İndi F2-yə baxaq. J kütlələr oldu nə qədər? 40. 5 vur 8-dən 40. Məsafədə yenə R-dir. Dəyişmədi. İndi mənə deyir ki, bax, F1 F-ə bərabərdir. Yəni, 4J bölü R kvadrat F-dirsə, onda 40J bölü R kvadrat nəyə verəcək? Əlbəttə ki, 10 F-i verəcək. Cavab olur A variantı. Baxaq 3-ə. Yer səthindən yerin radiusuna bərabər hündürlükdə sərbəstləşmə təcili. Hesablayın. Deməli, yerin radiusuna bərabər hündürlükdə. Bax, J-nin düsturunu gəlin xatırlayaq. J nəyə bərabərdir? J bərabərdir. Böyük J, M bölünsün, R üstə gələk H-ın kvadratı. Deməli, H da yerin radiusuna bərabərdir. Onda olacaq J, M, R üstə gələk R-in kvadratı. Yəni, 2 R-in kvadratı olacaq 4 R kvadratı. Baxın, J bölü R kvadratına bir J demişiksə, onda müəyyən H hündürlükdə J H nəyə bərabər olacaq? J bölü 4 olacaq. Cavab olur A variantı. Yer səthində cismin ağırlıq qüvvəsi 40 Newton olarsa, yer radiusuna bərabər hündürlükdə ağırlıq qüvvəsi. Yəni, baxaq. 4-cüyə. Deməli, düsturu yazaq. J, M1, M2 böl R kvadratı. Deməli, ağırlıq qüvvəsi 40 Newton olarsa, baxın,
Bu 40 newtondur. Aha. İndi deyir ki, yer radiusuna bərabər radiusdur. Onda r kvadratının yerinə yazıram. R üstə gələk h. R üstə gələk h-ın kvadratı. İndi yer radiusuna bərabərsə bu h da r-dir. Olacaq r üstə gələk r-in kvadratı olacaq. O da j m1 m2 4 r-in kvadratı. J m1 m2 r kvadrat mənə 40-ı verirsə, onda 40 bölü 4-dən nə tapıram? 10 tapıram. Cavab olur B variantı. Baxaq 5-ə. Yer səthində cismə təsir edən ağırlıq qüvvəsi 90 newton olarsa, yer səthindən 2r məsafədə cismə təsir edən ağırlıq qüvvəsi. Ağırlıq qüvvəsi belə deyək, məsafədə bax, r plus h-ın kvadratı ilə tərs asılıdır. İndi h 2r-ə bərabərdir. 2r-ə. Onda r üstə gələ 2r-dən nə olur bu ifadə? 3r-in kvadratı 9r kvadratına. Normalda, baxın, ağırlıq qüvvəsi 90 newtondur. Amma məsafə nə oldu? Yerdən 2r hündürlüyə qaldırdılar. Onda, baxın, f nəyə bərabərdir? J, m1, m2, r kvadratına. Bax, bu mənə nəyi verir? 90'ı verir. İndi aşağı oldu 9r kvadratı. Onda nə olacaq? Bu da 9 dəfə azalıb olacaq 10. Cavab olur B variantı. Yer səthindən hansı hündürlüyə qalxdıqda kosmik cəmiyyət təsirinin ağırlıq qüvvəsi 36 dəfə azalar. Ağırlıq qüvvəsinin 36 dəfə azalması üçün, baxın, ağırlıq qüvvəsi məsafənin kvadratı ilə tərs asılıdır. Onda r üstə gələk h-dan, h 5r olsa, onda r üstə gələk 5r olacaq 6r, onda kvadratı olacaq 36. Deməli, 36 dəfə azalması üçün məsafə nə olmalıdır? Yəni, yerin səthindən 5r hündürlüyə qalxmalıdır. İki cisim arasındakı məsafəni 50% azaldanda cazibə qüvvəsi f nəyə bərabər? Məsafənin kvadratı ilə tərs asıdır. Bu 50% azalmada 2 dəfə azalma deməkdir. Elə bil ki, əvvəl 100 imiş. 50% azalıb nəyə düşüb? 50-yə düşüb. 100-dən 50-yə düşübsə nə olub? 2 dəfə azalıb da. Məsafəni 2 dəfə azaldanda f nə olur? 4 dəfə artır. Cavab olur A variantı. M kütləli cismin 1 və 2 nöqtələrində yaratdığı qravitasiya sahəsinin intensivliklərini müqayisə edin. Baxaq. Qravitasiya sahəsinin intensivliyin düsturu nədir? Jm bölünsün r kvadratı. Gəlin birinci J1 üçün yazaq. J1 üçün Jm məsafə nə qədərdir? R kvadratı. J2-ni yazaq. Biraz aşağıdan yazaq orada. J2 nəyə bərabərdir? Jm məsafə r, 2r. 2r-in də kvadratı olacaq 4r kvadratına. İndi niyəli nisbətə baxaq. J1-i bölək J2-yə. Jm bölünsün r kvadratı. J2-ni də yəni yazırıq. Jm bölünsün 4r kvadratı. Jmlər getdi. R kvadratlar getdi. Qaldı burada 4. Yəni J1 4 J2-yə bərabərdir. Bu da harada verilib? C variantında verilib. Baxaq 9-a. 9-da bizə nə deyir? Deyir ki, cazibə qüvvəsi İki cisim arasındakı məsafədən tərs asılıdır. Kvadratı ilə tərs asılıdır. J də h-dan baxın, müəyyən bir dəyərdən tərs asılıdır. F də h-dan müəyyən bir dəyərdən tərs asılı olacaq. İndi baxaq 12-yə. Görək nə deyir bizə. 1, 2 və 3 cisimləri yer ətrafında dairəvi orbitlər üzrə hərəkət edirlər. Bu cisimlərə yer tərəfindən təsirin ağırlıq qüvvələri arasında hansı münasibət düzgündür? Bax, ağırlıq qüvvəsi dedik ki, məsafənin kvadratı ilə tərs asıdır. Yəni, yerə nə qədər yaxın olsa, yəni məsafə nə qədər az olsa, F1 o qədər nə olacaq? Çox olacaq. Yəni, yerə yaxınlaşanda ağırlıq qüvvəsi artır. Yerə ən yaxın olan hansıdır? 2 ilə 3-dür. 2 ilə 3 də bir-birinə bərabər olur. F1 daha uzaq olduğuna görə, məsafə çox olduğundan ağırlıq daha az olur. Ona görə də birinci kiçikdir, 2 ilə 3 bərabərdir. Cavab olur D variantı. İndi yenə J-ni deyir. J də R-lə kvadratı ilə tərs asıdır. Yəni, yerə nə qədər yaxın olsan, yəni məsafə nə qədər az olsa, yerə nə qədər yaxın olsan, J1 o qədər çox olacaq. Hansı daha yaxındır? 1 ilə 2 daha yaxındır. Onda 1 ilə 2 bərabər olacaq. Böyük olacaqlar J3-dən. Çünki J3 daha böyük, daha uzaq məsafədədir yerdən. Bu da hansı variantda verilib? Bu da A variantında verilib.
4 kürə eyni müstəvinin üzərindədir. Hansı ki, kürə arasındakı cazibə qüvvəsindən böyükdür. Baxın, yadında saxlayın. Cazibə qüvvəsi məsafənin kvadratı ilə tərs asılıdır. Deməli, cazibə qüvvəsinin daha böyük olması üçün məsafə daha az olmalıdır. İndi baxaq, 1 ilə 2-nin arasındakı məsafə 1, 2, 3, 4 damadır. Yəni, yazaq bura 4. 1 ilə 4 arasında məsafə 1, 2, 3-dür. 2 ilə 3-ün arasında məsafə. 2 ilə 3-ün arasında məsafə, bax, budur, bunu tapmalıyam. 1, 2, 3, 1, 2. 3-ün kvadratı 9, üstə gələk, 2-nin kvadratı 4, kök altında 13. Kök altında 13. İndi baxaq, 3 ilə 4-ün arasındakı məsafəyə. 1, 2, 3, 4, 5, 6. 1 ilə 3-ün arasındakı məsafədə, baxın, budur. 1, 2, 3 burada. 3'ün kvadratı olacaq 9. 1, 2, 3, 4, 5, 6. 6'ın da kvadratı eləyir 36. O da eləyir nə qədər? Kök altında 45. Hansı daha kiçikdir? 1 ilə 4 daha kiçikdir. Ona görə cavab B variantı olacaq. Verilmiş trayektor üzrə hərəkət edən cismin M nöqtəsində təcili. Baxın, M nöqtəsində sürət belədirsə, ağırlıqda yerə doğru yönələcəkdir, yəni 4 olacaq. Verilmiş kütləli iki cismin arasındakı məsafəni 80% azaldanda. Baxın, əvvəl 100% imiş, 80% azalıb nəyə düşüb? 20-yə düşüb. Neçə dəfə azalıb? 5 dəfə azalıb. İndi məsafə 5 dəfə azalanda qüvvə necə dəyişəcək? Baxaq, F nəyə bərabərdir? Dedik, F məsafənin kvadratı ilə tərs asılıdır. Əgər mənim məsafəm 5 dəfə azalıbsa, qüvvəm nə olacaq? Ona uyğun olacaq. 25 dəfə artmış olacaq. Çünki məsafənin kvadratı ilə tərs asılıdır. Baxaq 17-yə. Yer və ay arasında qarşılıqlı təsir qüvvələri. Yer və ay arasındakı qarşılıqlı təsir qüvvələr eyni təbiətli qüvvələrdir. Modulca bir-birinə bərabərdirlər və bir-birlərini tarazlaşdıra bilmir. Çünki müxtəlif cisimlərə tətbiq olunduğundan tarazlaşdıra bilmir. Cavab olur 1, 3, 5. Ağırlıq qüvvəsi nədən asılıdır? Cismin kütləsindən asılıdır, bəli. Bərabər demişəm. Yer səthindən olan hündürlükdən asılıdır, bəli. Məsafənin kvadratı ilə tərs asılıdır. 4-də səhvdir. İndi baxaq, cismin olduğu yerin coğrafi endarəsindən asılıdır, bəli. Cavab olur 1, 3, 5. İndi baxaq 19-a. Sərbəst düşmə təcili ağırlıq qüvvəsi LNV diaqramına baxaq. Vahidi Newtondur. Ağırlıq qüvvəsinin vahidi Newtondur. Sonra BC-də vahidi metr bölü saniyə kvadratıdır. Bu sərbəst düşmə təcillinə aiddir. Sonra vektorial fiziki kəmiyyətdir. İkisi də vektorial fiziki kəmiyyətdir. Cismin kütləsindən asılı olmayan sərbəst düşmə təcilidir. Yerin mərkəzinə doğru yönələn hər ikisidir. Ağırlıq qüvvəsi və sərbəst düşmə təcili nə üçün ELMN diaqramında uyğun ifadələrin təcili və üçün nəysə də ELMN diaqramı deyir. Ağırlıq qüvvəsi sərbəst düşmə təcili vektorial kəmiyyətdir. Ağırlıq qüvvəsi də sərbəst düşmə təcili də vektorial kəmiyyətdir. Kütlədən asılı olmayan sərbəst düşmədir. Mərkəzə doğru yönələn, yerin mərkəzinə doğru yönələn hər ikisidir. Kütlə ilə düz asılı olan ağırlıqdır. Sonra yer tərəfindən cəzb olunan qüvvə də ağırlıq qüvvəsidir. Yer ətrafında dairəvi orbitlər üzrə hərəkət edən cisimlərə təsirin ağırlıq qüvvəsinə uyğun istiqamətləri müəyyənləşdirin. Gəlin baxaq 1, 2, 3-ə. Deməli, birinci cisimə doğru nə olacaq? Yerə doğru yönələcək. Ona görə C gedir buna. 2-də baxın, sola doğru getməlidir. 3-də isə aşağıya doğru olmalıdır. B. C, B. C, D, B. Daha doğrusu bu D'dir. İndi yenə qravitasiya sahəsinin intensivliyi yenə yerə doğru yönəlir. 1-də aşağıya doğru yönələcək. 1-də B-dir. 2-də yuxarıya doğru yönələcək. A-dır. 3-də isə sola doğru yönələcək. O da D-dir. İpə bağlanmış cisim şaquli müstəvidə çeviri üzrə bərabər sürətlə hərəkət etdirilir. K nöqtəsindəki necə fırladılır? Sağa təqrəb istiqamətdə fırladılır, düzdürmü? İndi sürət vektoruna baxaq. K-da olacaq hara? Sola doğru. Ağırlıq qüvvəsi nə olacaq? Ağırlıq qüvvəsi hara olur olsun aşağıya doğru yönələcək. Yəni B variantı. Təcil isə yuxarıya çevrənin mərkəzinə doğru yönələcək. Bu da olacaq A. D, B, A.
Sonra hər birinin kütləsi 50 ton. Aralarında məsafə 5 metr olan iki cismin bir-birini cəzb etdiyi qüvvənin qiymətini tapın. Gəlin baxaq. F nəyə bərabərdir? Dəqiq aşağını da silim. F nəyə bərabərdir? J M1 M2 bölünsün R kvadratı. Bax, J-ni mənə verib. 6,7 ton üstündə -11. Hər birinin kütləsi də 50 tondur. Yəni 50 vur 10 üstündə 3, onda 5 vurulsun 10 üstü 4 kimi yazıram. 5 vurulsun 10 üstü 4. Aralarındakı məsafə də 5 metrdir, kvadrat olacaq 25. 5, 5, 25 apardı. Onda nə qaldı yuxarıda? 6,7 vurulsun 10 üstündə -11 vurulsun 10 üstündə 8. Bu da mənə nəyi verir? 6,7 10 üstündə -3. Bu da nəyi verir? 6,7 millinewton verir. 25'e baxaq. 1, 2, 3 nöqtələrinə uyğun qravitasiya sahəsinin intensivlikləri modulları arasındakı münasibət. J məsafənin kvadratı ilə tərs asılıdır. Yerə yaxın olan J'si daha böyük olur. Baxın, 1, 2 eynim. Çevir üzərindədir. Onda 1-də 2-yə bərabər olur. 3-də isə yerə daha yaxındır. Ona görə məsafə daha az olduğunda J daha böyük olur. Ona görə J3 böyükdür. J1-lə J2 isə bir-birinə bərabərdir. Ki, cismə ay tərəfindən təsir edən cazibə qüvvəsi 8 Newtondur. Yer səthinə gətirilmiş bu cismə yer tərəfindən təsir edən cazibə qüvvəsi nəyə bərabərdir? Baxın, F nəyə bərabərdir? MJ-yə. Baxın, mənə aydakı cazibə qüvvəsini verib 8-dir. İndi mən birinci cismin kütləsini tapmalıyam da. Aydakı J-də 1,6-dır. Onda mənim cismimin kütləsi nə qədər eləyir? 5 kiloqram eləyir də. Düzdürmü? İndi mənə deyir ki, yer səthində nəyə bərabərdir? Yer səthində də J 10-a bərabərdir. Kütləmdə 5-dir. Onda 5 vurulsun ondan neçə tapıram? 50 Newton tapıram. Cavab olur A variantı. Yer səthində hansı hündürlükdə 9 kiloqram kütləli cismə təsir edən ağırlıq qüvvəsi 10 Newton olar? Gəlin baxaq. Gəlin yazaq. Müəyyən H hündürlüyündə ağırlıq qüvvəsi nəyə bərabərdir? MJ bir üstə gələk H bölünsün R-in kvadratı. Aşağı sileyim. R-in kvadratı bərabərdir. Nəyə bərabərdir? 10 Newtona bərabər. Gəlin yazaq. Kütləsi də 9-dur. J-yə vuranda olur 90. Bir üstə gələk H bölünsün. Yerin radiusu da 6400-dür. 6400-ün kvadratı nəyə bərabərdir? 10-a. Sıfırlar ixtisar getdi. Aha. Onda bir üstə gələk H bölünsün 6400-ün kvadratı nəyə bərabər olur? 9-a. Kvadratdan azad eləsək 1 bölünsün H böl. Bir üstə gələk H böl. 6400 nəyə bərabərdir? 3-ə. Buradan H bölünsün 6400 nəyə bərabərdir? 2-yə. Onda H da tapırıq nə qədər eləyir? 12800 km cavab olur B variantı. Yer səthindən 2 R qədər uzaqlaşmış cismə təsir edən ağırlıq qüvvəsi 10 Newtondur. Cismin kütləsini tapın. Tapaq. FH nəyə bərabərdir? MJ bölünsün. Bir üstə gələk. H bölünsün. R-in kvadratı. Düzdürmü? Mənə deyir ki, yer səthindən 2R qədər uzaqlaşıb. H-ın yerinə nə yazacağım? 2R yazacağım. 2R qədər uzaqlaşanda ağırlıq qüvvəsi olur 10. Yəni 10 bərabər olur. 10 vurulsun. Yeni 10 yazıram da. M. Bir üstə gələk. H nə qədərdir? 2R-dir. Yazıram 2R bölünsün R-in kvadratı. Onlar ixtisar getdi. Onda yazıram. Bir üstə gələk. R-ər ixtisar getdi. Gəlin bir dəfə R-ər ixtisar aparaq da. R-ər ixtisar getdi. Onda nə qaldı? Bir üstə gələk 2-nin kvadratı. Yəni 3-ün kvadratı olur 9. Onda M də nəyə bərabər olur? 9 kiloqrama. Cavab olur A variantı. Yer səthindən hansı hündürlükdə 40 kiloqram kütləli cismə təsir edən ağırlıq qüvvəsi 100 Newton olur? Onda yazırıq yenə. FH bərabərdir. MJ bölünsün. Bir üstə gələk. H bölünsün. R-in kvadratı. İndi mənə deyir ki, 40 kiloqram kütləli cismə təsir edən ağırlıq qüvvəsi 100 Newton olur. Yəni H hündürlüyündə mənim ağırlıq qüvvəm nədir?
100 Newtondur. Onda yazıram 100 bərabərdir. Kütləsi də 40-dır. 40-ı da vururam J-yə, yəni ona olur 400. Bir üstə gələk H bölünsün R-in kvadratı. Sıfırları ixtisar apardım. Onda qalır bir üstə gələk. H üstə gələk R-in kvadratı nəyə bərabərdir? 4-ə. Kökdən azad eləsək bir üstə gələk H bölünsün R nəyə bərabər olur? 2-yə. Buradan H bölünsün R tapıram 1-dir. Buradan da tapıram ki H R-ə bərabərdir. Yəni cavab olur B variantı. R radiuslu planetin səthindən 4L hündürlükdə sərbəst düşmə təcili J olarsa, planetin səthində sərbəst düşmə təcili. R radiuslu planetin səthindən 4L hündürlükdə sərbəst düşmə təcili J-dirsə, planetin səthində nəyə bərabər? J nəyə bərabərdir? H hündürlüyündə J, yer səthində J0 bölünsün, bir üstə gələk H bölünsün R-in kvadratı. İndi 4L hündürlükdə deyir. Bir üstə gələk H-ın yerinə 4R yazıram. 4R bölünsün R-in kvadratına. R-ər ixtisar gedir. Bir üstə gələk 4-ün kvadratı nəyə verir? J0 bölünsün 25-i verir. İndi mənə deyir ki, planetin səthində. Baxın, elə bil bu planetdir. Radiusu R-dir. Bundan bax 4R hündürlükdə. Bax burada sərbəst düşmə təcili mənə verir. Onda tapdım ki, J0 bölü 25-dir. İndi deyir, bax cismi və bura gətir. Onda nə olacaq? Onda 25 dəfə yox, onda J0 tapıram da yer səthində nəyə bərabər olacaq? JH vurulsun 25-ə. Yəni cavab olur C variantı. Baxaq 6-ya. Şəkildə göstərilən səma cisimləri üçün verilmiş A nöqtəsində yekun qravitasiya sahəsinin intensivliyi. Bax burada. Gəlin yazaq. J bərabərdir. Qravitasiya sahəsinin intensivliyi məndən soruşur. Deməli, bura birinci, bura ikinci kürə desək, gəlin birinci kürə üçün tapaq. J1 bərabərdir J vurulsun 2M bölünsün, məsafə 2R-dir. Onda kvadratı olacaq 4R kvadratı. İkiləri ixtisar aparsam, onda olacaq JM bölünsün 2R-in kvadratına. İndi ikinci üçün tapaq. İkinci üçün nəyə bərabərdir? JM bölünsün, məsafə R-dir. R-in kvadratı. Deməli, bax buna bir J0 desək, digəri J0 bölünsün 2-dir. Deməli, ikinci birincidən böyükdür. Onda yekun J ikinciyə doğru olacaq da. Bax belə, yekun qravitasiya sahəsinin intensivliyi ikinciyə doğru olacaq. Cavab olur 1 variantı. Biri digərinin səthindən 4R məsafədə yerləşmiş R radiuslu iki porad kürə arasında qravitasiya cazibə qüvvəsi F-dir. Bu kürələri yaxınlaşdıraraq bir-birinə toxundurduqda onlar arasındakı qravitasiya cazibə qüvvəsi. Gəlin birinci yazaq. F nəyə bərabərdir? Birincinin ikinciyə təsiri. Yazaq 1-2 bərabərdir. J, M1, M2. İkisinin də kütləsi eyni olduğuna görə M kvadratı yazıram. Aralarındakı məsafə mərkəzlərindən olan məsafə hesablanır da. Hər birinin radiusu R burada, R burada. Bir də aralarında 4R məsafə var. Nə qədərdir? 6R, onda kvadratı olacaq 36R kvadratı. İndi digərinə baxaq. J, M kvadrat. Aralarında məsafə nə qədərdir? R burada, R burada. 2R kvadratı olacaq 4R kvadratı. İndi deyir ki, cazibə qüvvəsi nə qədər olacaq? Nə oldu cazibə qüvvəsi? 9 dəfə artdı. Ona görə olacaq 9F, C variantı olacaq. İndi baxaq 8-ə. X və Y oxları üzrə cismə təsir edən qüvvələrin əvəzləyicisinin modulunu hesablayın. Gəlin proyeksiya ayıraq qüvvəni. Bucağa bitişik olan olacaq kosinus 53 dərəcə. Kosinus 53-də 0,6 alır. Yəni bura olacaq F kosinus 53 dərəcə. Yəni 10 vurulsun 0,6, bura olacaq 6. Elə bura bir dəfəlik gəlin yazaq 6, digərdə olacaq nə qədər? 8. İndi cismi neyinirik? Aha, indi baxaq. Bu cisim bu istiqamətdə hərəkət edir də, düzdürmü? Bu istiqamətdə hərəkət edirsə, onda X oxu üzrə hərəkət var da. X oxu üzrə hərəkət var. Onda mənim F-X-im nəyə bərabərdir? 6-ya. Amma F-Y üzrə hərəkət yoxdur axı. Yəni Y oxu üzrə hərəkət yoxdur. Cisim bu istiqamətdə hərəkət edir. Ona görə F-Y-im olacaq nə? 0. Yəni cisim X oxu üzrə hərəkət edir. Y oxu üzrə hərəkət olmadığına görə F-Y-ı 0 götürürəm. Cavab olur A. Yer səthindən H bərabərdir R hündürlükdə olan cismə təsirin ağırlıq qüvvəsi 40 Newtondur. Yer səthində sərbəst düşmə təcilinin qiyməti 10 metr bölü saniyə kvadrat olarsa bu cismin kütləsini hesablayın. Səthindən H bərabərdir R hündürlükdə olan cismə təsir edən ağırlıq qüvvəsi 40 Newtondur.
yer səthində sərbəst düşmə təcili 10 metr bölü saniyə kvadrat olarsa, bu cismin kütləsi. FH nəyə bərabərdir? MC bölünsün H bölü R-in kvadratına. 1 bərabərdir H bölü R-in kvadratına. Bax, FH nə qədərdir? 40-dır, bərabərdir. J-ni verib 10-dur. Kütləmi soruşur. 1 üstə gələk. H-ım R-dir. R-i də R-ə bölürəm. Olur 1. Elə 1 üstə gələk 1-in kvadratı. 2-nin kvadratı oldu 4. Olacaq. 40 vurulsun 4-dən. 160 bərabərdir 10 m. Onlar ixtisar edir. Onda m nə olur? 16 kiloqram olur. Yəni mənim cismimin kütləsi 16 kiloqram.